Salam dostlar, necəsiniz? İnşallah ki, yaxşısınız. Bugün 31 maydır, ayın son günüdür. Saat 7:30'dur. Bilmirəm niyə belə tez durmuşam. Saat 10'a getməliyəm stajirovkaya. Amma bilmirəm, səhərdən ayağımda 2 dəfə sudurqa olubdu. İndi gəzəndə axsıyıram. Mesela ayağımı basa bilmirəm. Elə ona görə durdum mən də yoxdan. Damardan maşını çıxır. Niyə bilmirəm yenə. Yatanda çox dartınıram yəqin ona görə. Bilmirəm. Qoxlayan kimi axsı gəlmiş. Saat 9'a qalıb. Yox, saat 10'a qalıb. Yetişəcəm deyəsən. Nə bilim, avtobus da 1 dəqiqə sonra gəlir. Yəqin ki, avtobusa da yetişəcəm. Peşkom gedərəm metroya kimi. İşdə olmalıyam saat 10'da. İşdə deyəndə stajirovkada. Görək, Allah kərimdir. Görək, inşallah hər şey yaxşı olur. Məndə göstərirdi ki, avtobus uca gəlib. Qaça-qaça gəldim ki, hələ indi dönür Astanovkaya. Şükür. Gəldim, çatdım. Deyəsən azan vıviskası yazılan yerdə. Deməli, xanımlar, saat 10'a qalıb 20 dəqiqə. Gedirəm evə. Gedirəm evə. Bugün Amin bizə gəlibdi. Ki, evdə yemək pişirməliyəm, tək gəlibdi. Bayaqdan Ruslanla bu fantanda oynayırlarmış, olublar. Ləlişdir evə gedəndə gördüm ki, 2 nəfər at kimi kişniyir. Ləlişin dediklərini deyirəm. Bir baxdım ki, bizimkilərmiş. Tutdum qulaqlarından, apardım evə. Şəkillərində, videolarında çəkib ki, ayaq yalın, bütün ayaqqabı su, paltar su, kofta su. İndi deyəcəklər ki, bir gün Amini göndərdik sizə, xəstələndirdik, göndərdi Zabratını. Oy, nəysə qızlar, işdən danışım. Mağaza girəsiyəm, ona görə iş haqqında hələ danışmaq istəmirəm. Gen mağazadan nə alım, nə pişirmək axşama. Ləş yazıb ki, uşaqlar qızarmış kartuşka istəyir. Gördüm, avtobus gec gəlir, dedim püşkom gedim, zadını elə mağazaya da girərəm. Bugün yağış yağıb deyəsən. Mən işdə olmuşam deyən görməmişəm. Deyirəm sveci iyi gəlmək, buna baxı çirklənib. Mən həmişə alanda iyilirəm. Özümə deyirəm sveci iyi gəlmir bundan. Çirklənib. Biri yaxşı deyil, çansı yaxşı deyil. Bir dənə bu mağazada yaşlı biber tapdım. O da ki, Buratina burnu uzunluğundadır. Çıxdım mağazadan. Bu mağaza bahalı mağazadır. Sadəcə buradan lavaş alıram. O da lavaş yaxşı deyil idi deyən almadım. İşdən nə deyim? Demək bu Yuri'nin kişinin adı Yuri'dir. Funk vıdıçısı var. Həm Azonda, həm Valberistdə, ikisi bir yerdədir. Mən bugün stajirovka niyə aplaçivается? 2 dня stajirovkadır. Mən bugün Azonda işlədim. Azon mənim gözümdə çox asan gəldi. Amma Valberisə milyonlarla adam girirdi. 4-5 dəfə mal gəldi. Düzdür, bizə də gəldi. Mənim Maloçkada iş yoldaşım padrabotkaya çıxır Valberisə. Ondan mən məsləhətləşəndə dedi ki, məndən olsa mən Azona gedərəm. İndi özünüz də bilirsiniz ki, çox adam hər şeyi Valbersən zakaz edir. Azondan hələ çox zakaz edən yoxdur. Yəni sakitçiliyinə görə, sərbəstliyinə görə Azon yaxşıdır. Yuri də demişdi ki, bir gün çıx stajirovkaya, axşamı zəng elə mənə dinən. Nədir, necədir, xoşuna gəldi, gəlmədi, darşı çıxasan, çıxmayasan. Amma belə, nə deyirəm, ustupqaya gedir. Deyirəm, kartlarım blokdadır, 3-cü şəxsin kartına pul köçürmə var, deyir var.
Deyir sizin hətta mala çıxanızdan uşaqlarıma yemək almışam mən. Amma sizi deyir görməmişəm. Hə. Короче, сотрудniklərin hamısı yaxşı idi. Kömək edirdilər. Özləri də bir-birlərinə də kömək edirdilər. Azonla Valberis ortada bir dənə divar var. Amma işçilərin arasında divar yoxdur. Yəni biz bir-birimizin yanında dururuq. Cəmaət üçün divar var sadəcə. İndi sabah Valberisdəyəm, gözüm qorxur. Yuri də bayaq zəng eləmişdi. Metrodaydım deyən götürmədim. İndi yazıb ki, niyə götürmürsən? Hə, də görüm nətərdir, xoşuna gəldi, как прошел день. İndi fikirləşdim ki, bilsiz fikrimlə nə keçir. Fikirləşdim ki, Azon elə çətin deyilsə, bəlkə elə evin yanında tapım Azon işi. Sonra da fikirləşirəm ki, sabah 1 iyundur, как раз Amin də bizdədir. Gedərdim, uşaqları gəzdirərdim. Amma stajirovka 2 gündür də, yəni sabaha çıxmalıyam indi. Bilmirəm ki, Yuriyə nə deyim, gözüm qorxur Valberisdən. Sonra da deyirəm ki, mən öz iş yoldaşımla məsləhətləşəndə özüm ədidə 2 günü siftə az qalırdım, ağlayım. Getmək istəmirdim, çox çətin idi mənə. İndi deyir, göz yumulu işləyirəm. 9 aydır deyir, işləyirəm bu işdə. Yəni, besəydim, çoxdan çıxmışdım. Amma dedi, Azona girmək istəyərdim. Nə deyim indi mən Yuriyə? Bilmirəm. Deməli, evə biraz ərzaq aldım, dedim spagetti bişirim. 3 dənə uşağın 3-ünə zəng elədim. Ləlişə, Ruslana, Aminə ki, soruşum, su almışsınız bu gün yoxsa yox? Dünən su ala bilmədi yaxı. İstanmışdıq eləcəndən. Dedim, ehtiyatdan bir butulka alım. İndi Ləlişə yazır ki, evə çatanda. Rusika alıb bu gün. Heç nə olmaz. Yoruldum amma. Qollarım düşür veş daşıyanda. Saata baxın, hələ indi evə gəlmişik. Mən, qızlar, hamısı. Tez aldıqlarımı göstərim. Çörək aldım. Belə bir pomidor aldım öz sokunda. Toyuğun döşətini və soğan aldım. Ki, padlivka hazırlayayım. Durum indi gətirim, tez yemək pişirim. Sumkamı nətər gətirib tullamışam, stola elə də qalıb. Tez gətirim, yemək pişirim. Deməli, Amişka bizdədir. Bunları da bizə Tütülü нам отправила, да, Мишка? Да, хороший şeyler gönderib, sağ olsun. Bu nədir? Mən bir dənə sürmə verin, başqa alanların öz arazı bölür. Hə? Deməli, xanımlar, tez bazar olsun deyən hər şeyi blenderdən keçirəcəm. Toyuğun hamısını işlətməyəcəm. 2 dənəsini yudum cəmi. Tələsirim deyən. Hər şey ortalıqdadır. Bu 2 dənəsini də blenderdən çəkəcəm. Soğanla bircə qovuracam. Что ты хочешь? Ничего. Tələsi olsun deyə bu gün ancaq blenderdən istifadə edəcəm. Siz blenderin içinə çox ət atmayın. Hamının blenderi eyni deyil. Gücü çatmaya da bilər. Xarab ola da bilər. Baxın, artıq qovurdum. Toyuqlu, soğanı. Bu qırmızılar bibərdir. Bu biri qaraya oxşayan qırmızılar isə paprikadır. Ədviyyat. Və növbət çatdı öz sokunda olan pomidorlara. Bunların qabığı soyulubdur. O yenə plusdur da. Açıb tökəcəm hamısını blenderin içinə. Əzib tökəcəm, toyuqla qatışdıracam. Qabığı soyulmamışdı. Mən elə bir keçən səfər aldığım qabıqsız idi axı. Olsun.
baxın. 2 yarım spagetti açdım. Amma bir dənə bütün spagettini 3 yerə bölmüşəm. Ortadan da bölmədim, 3 yerdən böldüm. Çünki əvvəl uşaq olanda xoşlayırdım belə. Səmürüf yeməyə indi hövsələm çatmır. Ona görə ya 2 ya 3 yerə bölürəm, həm də podlivka ilə sonra qarışdırmaq da asan olsun da. Sizə veriyorum ondan. Necədir qızlar? Uşaqlar xoşlayır, mən özüm də. Tez bazar yemək. Ləliş yatıbdı. Dedim, nə qədər dedim yeməyi, dedi ki, yox, işdə qreçka yemişəm. Ona görə Ləlişə boşqab qoymadıq. Bu da podlivka. Дети, подливки все будут. Hani Amin, niye gelmedi? Как ты пришел? Как ты приехал? Я могу вместо него На сказать. ракете. Сами не знаете. Тяжело было или нормально? Топлива чуть-чуть не хватило. Сейчас я все расскажу. Значит, он сначала приехал на электричке, потом на метро ехал, сделал переход и дальше ехал. Да. Зачем на электричке кататься, когда есть такси за 1500 рублей? Ладно, шучу, на такси поехал. Salam dostlar, necəsiniz? İnşallah ki, yaxşısınız. Bugün 1 iyundur, səhər saat 9-dur. Hazırlaşıram işə gedim, daha doğrusu stajirovkaya. Bugün Dünya Uşaqlar Həmrəylik, yox, Dünya Uşaqlar Bayramıdır. Qarşı uşaqların bayramıdır. Bugün uşaqların bayramıdır. Hamınızın doğma, əziz, gözəl gül balalarını təbrik edirəm. Allah onları həmişə pənahında saxlasın. Mən də bugün stajirovkadayam. Getməsəydim uşaqları aparıb bir gəzdirərdim. Əlbəttə ki, gün ərzində heç nə çəkə bilməyəcəm. Sadəcə axşam öz emosiyalarımı, fikirlərimi deyə bilərəm, çatdıra bilərəm. Marazelkadan şəkərbura çıxartdım. Dedim, bu uşaqlar yesinlər. Səhər yeməyi, nə bilim, Ləliş ora gedib işə. Birazdan biz də çıxacağıq, qalacaq Rusiklə Amin. Evdə var da sosiska var, smetan var, tortdan bir kusok var. Bir tər başdan qatarlar gün ərzində. Nə deyim qızlar, bugün hava çox küləklidir. Avtobusumu qaçırtdım. Peşkum gedirəm metroya kimi. Onun yarısıdır, onda işdə olmalıyam. Amma dediyim kimi direktor yaxşı direktordur. Heç kimin işinə qarışmır. Yəni gedişin falan olsa da orada bu normaldır. Belə. Gidək görək başımıza nə iş gəlir bilmirəm. Bu səfər də axşam işləyim, axşam qərar verərəm. Dalşı çıxım yoxsa yox. 2 günün stajirovkasının pulunu ödəmirlər. Elə bir ki, boş-boş günümü keçirdim. Abed'dəydim qızlar, Abed'dəydim. Vallahi mən buralarla birinci kimi də tapa bilmirəm. Fırlanıram. Birinci mərtəbə, ikinci mərtəbə. Ekskalator tapa bilmirəm ki, çıxım yuxarı. Tapdım. Azon Valberes, ikisi bir yerdə. Gedirik evə. Hə qızlar, nə deyim sizə? Artıq gəlmişəm, evdəyəm. Nəsə üşüdüm, jaketi geyindim. Saat 22:15-dir. 23:15-dir. Qızlar gözləyirəm, qızlar da gəlsin, oturaq yemək yeyək. Nə danışım, nə deyim? Dünən heç Valbersə çıxmaq istəmirdim. Gözüm yaman qorxmuşdu.
Deyirdim ki, azondan asandı, yoxdur. Azon çox asandı. Tək mən həmişə azona qoysunlar falan filan. Bu gün Valbersə çıxdım, deyirəm ki, tək mən həmişə Valbersə qoysunlar. Azona qoymasınlar. Azon ucu yadımdan çıxdı nətərin proqramında nə etmək lazımdır, nətər nə eləmək lazımdır. Короче, gərək Yuraya zəng eləyim, deyim ki, Yura, çıxacam. Burada hamı stroqa 2 işləyir, 2 gün işləyir, 2 gün evdə, 2 gün işləyir, 2 gün evdə. Bir də padrabotka götürmək olar. O da ki, saat 3-dən sonra. Yəni ki, yarı qiymət alasan da, yarı zarfat alasan. 3-dən sonra gəlib işləyənlər də var. Yoxlayıram. Nəsə, Amişka da bizdədir. Şükür Allaha ki, bu 2 gün işlədim. İndi gələn 2 gün, yenə bir gün Azonda olacam, bir gün Valbersdə. Yəqin elə olmağı da yaxşıdır da, adam bezmir, yorulmur. Yəqin ki də, ya da ki, bir yerdə çox yorulur, sabahsı o birisi gündə dincəlir biraz. Oranın plusu nədir ki, adamları, işçiləri çoxdur. Yəni ki, yük ancaq sənə düşmür. Hamı işləyir də. Bir-birimizə kömək eləmək var. Sonra yemək nə qədər istəyirsən, yəni orada elə şey yoxdur ki, 20 dəqiqə ərzində. Məsəl üçün, məndə Telemokda nətər idi? Gündə 3 dəfə 20 dəqiqə ərzində deyirəm ki, məsəl üçün də sistemdən bağışlayın. Deyirəm ki, olar tualetə gedim, ya olar özümə bilinçik bişirim. Deyirlər ki, yox. Nə vaxt ki, mən sənə dedim ki, Günel, get abədə, o 20 dəqiqənin içində sənin həm tualetin girir, həm yemək bişirməyin girir, özümüzə bilinçik bişirir deyək. Həm çay süzməyin, həm yemək yeməyin, həm nə bilim, televizor istəyirsən telefonda otur. Bax, 20 dəqiqə ərzində eləməsin hər şeyi. Burada elə şey yoxdur. Burada asta-asta yeyirlər, otururlar, kinoya baxırlar, gedirlər, tualet aşağıdadır, aşağı düşürlər. Düşüb çıxmaq elə özü 20 dəqiqədən çox vaxt aparır. Yəni, biraz sərbəstlikdir. İndi gəh Yuraya yazım ki, işləyirəm, dəlneşim işləyəcəm. Belə. Yəni, pis deyil, işləmək olar, yaxşıdır. Hər şey yaxşıdır, tək ki iş olsun. Tək ki iş olsun. Skladda işləməkdən 1000 dəfə yaxşıdır. Yavaş-yavaş öyrənəcəyik də. Bugün bir də kosyakum oldu. Yavaş-yavaş öyrənəcəyik. Özdə dünən mənə Yura neçə dəfə dilə tutdu. Mənə zəng eləyib deyir ki, Günel, nə oldu? Sabah çıxırsan yenə stajirovkaya, yoxsa nə? Mənə bir şey deyirəm ki, Yura Azon mənə asan gəldi, amma Valberis görürəm ki, çox adam girir də. Çox adam girir, gözüm qorxdu. Deyir ki, Günel, belə bir şey var, Rus deyil. Belə bir şey var da, deyir, atdan düşdünsə, yıxıldınsa, atdan yıxıldınsa, həmən ata mindinsə, mindin, minmədinsə, batassan. Yəni ki, gözün qorxdusa, dala verdinsə, alınmayacaqdır. Amma üstünə düşüb gedərsənsə, alınacaqdır. Dedim ki, yox, işləyəcəm. İndi gəh yazımı özünə də. Ki, belə. Yeni işimiz uğurlu düşərli olsun inşallah. Amma belə 2-2 qrafiklə 2 gün dincələ bilirəm də. Yəni, elə bir ki, ayın 29-u, 30-u may Maloçkadaydım. 31-i Valbers Azondaydım. Buna baxı. Yazım ki, Guля сейчас могу позвонить Юрий'di. 2 gün evdə olacam. Qoy ona cavab verim. Düz deyirlər ki, yaxşı insan sözün üstünə gələr həmişə. Yazdı ki, olar zəng eləyim. Yazdım ki, zəng eləyin. Neysə ki, danışdıq. Dedim ki, olar elə bu qızlarla işləyim həmişə. O biri qızlar, o biri ismini tanımıram da, yəni istəmirəm də. Deyir ki, indi belə eləyəcəyik. 2 gün sən dincələsən, ondan sonra 2 gün çıxarsan. Deyirsən, stroqa 2 işləyirsən də, elə. Dedim ki, Deyir, çünki mən hərdən qızları dəyişirəm ki, o bir smena ilə də düşsünlər də. Mən də istəmirəm o bir smena. Dedim, yox, mən stroqa 2 işləyirəm, heç cürə dəyişirlə bilmərəm qrafikimi. Çünki mən
Выxadnoy olsa da yaxşı olar da. İndi dediyim kimi 29-30 Maloçkadaydım. 31-i biri Azon Valberistəydim. İndi ikisi 3-ü evdə olacam, dincələcəm. 4-ü 5-i yenə Azona Valbersə çıxacam. 6-sı 7-si Maloçkadayım. Axı məndə Maloçkada qrafik 2 gün işləyirəm, 6 gün evdəyəm. Bu 6 gün ərzində mən 4 gün Valbersə çıxacam, 2 gün də dincələcəm Allahın köməkliyi ilə. Belə. Tək iş olsun. Beləliklə həm ikinci işimiz olacaq, həm də ki 2 gün Выxadnoyumuz olacaq, harda ki mən vlog çəkə biləcəm. Uşaqlar otaqdadır. Qızlar yoldadır. Yeməyə qoydum sinsin. Demək olar ki biraz var girmişəm mən də. Bir 20 dəqiqə var girmişəm. Heç nə bişirməyəcəm. Dünənki vermişli spagettidir. Onu yeyəcəyik.